Sələflər dərdlərini insanlara deməyi xoşlamırdılar. Bilsələr də dərdlərini danışanda rahatlıq tapacaqlar. Çünki insanlara şikayət etmək zəiflik əlamətidir. Səbirli olmaq, dərdlərinizdən danışmamaq güc və şərəf əlamətidir. Süfyan Əs-Sövrə rahimehullah demişdir: bir gün oturub günahlarımı sayırdım. Günahımın minlərlə olduğunu gördüm və öz-özümə dedim: ey Süfyan, sən Allahın huzurunda duracaqsan və Allah sənə etdiyin minlərlə günahdan xəbər verəcəkdir. O zaman Allaha nə cavab verəcəksən? Vallahi eybini Allaha təqdim edəndə üzün utanacaq. Ey Süfyan, bunlar xatırladığın günahlarındır. Yaxşı, bəs Allahın saydığı və sənin unutduğun günahlar? Allahım, xətalarımı bağışla, səhvlərimi bağışla. Səninlə görüşənə qədər qəlblərimizi yaxşı işlərlə məşğul et. Allahümə əmin.